Maşın sevdası Şəmkirli əmioğullarını cinayətkar edib. Qəbul etdikləri spirtli içki sözün əsl mənasında onların başlarına bəla olub. Sərxoş halda qonşu əmlakına göz dikənlər həm istəklərinə nail ola bilməyib, həm də polisin əlinə keçib. Şəmkirdə baş tutmayan oğurluğun təfərrüatları qarşıdakı video materialda. Dekabr ayının 12-sində gecə saat 2 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində quldurluq hadisəsi baş verib. Kənd sakini 30 yaşlı Günel Yusifova övladları ilə birlikdə tək yaşadığı fərdə yaşayış evində 2 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Zərər çəkənin sözlərinə görə həmin şəxslər üzlərini görünməz hala salaraq soyuq silahla evə hücum çəkib. Əvvəlcə evin bir otağında axtarış aparan oğrular istədikləri qəniməti əldə edə bilmədiklərindən yataq otağına daxil olublar. Orada qadına bıçaqla hədə-qorxu gələrək qızıl zinət əşyaları tələb olunub. Qadının həmin şəxslərdən birini tanıması quldurların istəyini ürəyində qoyub. Aldım tapıltıya tez gördüm ki, hər yan qaranlıqdır. Telefonu da başımın altına qoymuşum. Götürdüm işığını yandıran kimi yatdığım otağa girdilər. Başımın üstündə durdu. Dedi qızıl ver, pul. Dedim pulum qızılım yoxdur, kimsənsə də çıx get. Dedi sağ deyirəm pul qızıl ver. Dedim yoxdur, çıx get yine kimsənsə də. Başımın üstündə bıçaq əlində duranı tanıdım. Səsindən, paltarından. Tanıdım ki, filan da o tutulan adamdır. Hadisədən bir qədər sonra zərər çəkənin yaxınları Şəmkir rayon polis şöbəsinin Kür bölməsinə məlumat verib. Əməliyyatçıların ilkin araşdırmasından sonra quldurluq edən şəxslərdən birinin qonşuluqda yaşayan 33 yaşlı Xəyal Həsənov olduğu müəyyən edilib. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbirlərinin nəticəsində o saxlanılıb. Dindirilmə zamanı isə hadisəni əmisi oğlu 27 yaşlı Rəşad Quliyevlə birgə törətdiyini etiraf edib. Məlum olub ki, əmioğlanlarının niyyəti quldurluq yolu ilə əldə etdikləri pulla Xəyal Həsənova avtomobil almaq imiş. Litr yarım araçdı kişiliklə. Piyan havasına baba getdik, belə hadisə törətdik. Səhər girdim, yəni pul tələb elədim, qızıl tələb elədim. Dedi, heç nəyim yoxdur. O da işıq üzümə saldı. Xəyal dedi ki, evə girə bilərikmi? Maşın almaq istəyirəm. Dedim, işlə gedək, deyirsən gedək. Getdik, Xəyal ayağından təpikdən qapını açdı birinci. İçəri girdi. Ondan sonra mən də paltarların cibinə baxdım. Qonşuları düşmən edən qohumlar barəsində cinayət işi açılıb, onların Qaracəmirli və ətraf kəndlərdə bu kimi əməllər törədib törətmədiyi araşdırılır.